Goranboyda 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb. Hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə uçub. Əvvəldən sakinlər təhlükəli ərazidən köçürüldüyü üçün hadisə zamanı binada heç kim olmayıb və xəsarət alan olmayıb. Bundan başqa aidiyyatı qurumların əməkdaşları da xəsarət almayıb. Dərhal əraziyə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyatı qurumların nümayəndələri. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürənləri də cəlb edilib. Rayonun bütün rəhbər şəxsləri ərazidə olublar. Uçan binaya baxış keçiriblər. Goranboy rayon icra hakimiyyətinin başçısı bildirib ki, bloku çökən qəzalı yaşayış binası ilə yanaşı yaxınlıqda olan daha bir bina da söküləcək. Ümumilikdə sözü gedən ərazidə 76 mənzilli bir yaşayış kompleksi inşa ediləcək. Bütün qurumlarla əlaqə yaradılmış, insanlar təxliyə edilmiş və hal-hazırda insanlar kirayə evlərlə təmin olunmuş. Bu barədə Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirinə müraciət olunmuş. Artıq insanların kirayə haqlarının dövlət tərəfindən qarşılanması üçün işlərə start verilmişdir. Eyni zamanda zəruri əşyalarının köçürülməsi üçün də xərclərin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur və bugün isə axşam saat 21:30 radələrində binadan müxtəlif səslər gəlməyə başladı və pilləkən qəfəsələrində, pəncərə qəfəsələrində qopmalar, çökmələr baş verdi. 21:45 radələrində binanın qəzalı bloku tamamilə çöktü və Allaha şükür ki, heç bir itki yoxdur, heç bir problemlə faciə yoxdur. İnsanlar tam aralıdadır, ərazi mühafizə olunur və insanlar rahat kirayə evlərində yaşayırlar. Yeni binanın tikintisinə artıq yaxın zamanlarda başlanılacaq. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, geoloqlar, topoqraflar yerində təhlillər aparırlar, analizlər aparırlar. Hesab edir ki, yaxın zamanlarda köhnə bina tamamilə buradan söküləcək və yerində yeni yaraşıqlı bina dövlət başçısının tapşırığı əsasında insanların istifadəsinə veriləcəkdir. 5 mərtəbəli yaşayış binasının bir blokunun çökməsi zamanı yaşayış binasının bir blokunda yaşayan sakinlərin əşyaları dağıntılar altında qalaraq yararsız hala düşüb. Bina sakinləri hadisə baş verən gündən təxliyə olunduğundan hadisə zamanı xəsarət alan olmayıb. Ərazi Goranboy rayon polis şöbəsinin rəhbərliyinin tapşırığına əsasən mühafizə edilir. Polis əməkdaşları tərəfindən binanın yaxınlığında postlar qurulub. Binaya giriş polis əməkdaşları tərəfindən məhdudlaşdırılıb. Qeyd edək ki, ilk hadisə noyabrın 23-də baş verib. Həmin gün səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının 5-ci blokunun 1-ci mərtəbəsindəki evlərin döşəməsi çöküb. Həmin hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Hadisə baş verən gündən rayon rəhbərliyinin tapşırığına əsasən bina sakinlərinin hər biri ərazidən təxliyə edilib.